Salam dostlar, bugün sizə TikTokda videolarınızın və paylaşımlarınızın baxış sayını, yəni izlənmə sayını pulsuz və şifrəsiz şəkildə necə artıra bilərsiniz? 3 addımda onu göstərəcəm, amma videonu mütləq sonuna qədər izləyin. Bunu müxtəlif cihazlarınızdan, telefonunuzdan, kompüterinizdən və planşetinizdən rahatlıqla və güvənli şəkildə edə bilərsiniz. Hesabınıza heç bir zərəri yoxdur, hesabınızın bağlanma və ban olma riski yoxdur. Bu arada mənə dəstək olan, bu videonu bəyənən, kanalıma abunə olan və istifadəçi adını, yəni TikTok istifadəçi adını şərh qisminə yazan hər kəsə 1000 TikTok takipçisi və 10.000 TikTok izlənməsi hədiyyə edəcəm. Öz TikTok hesabıma gəlirəm və sizə bir neçə paylaşımımı göstərirəm. Mən də bu paylaşımlarıma bu izlənmələrdən göndərərək paylaşımlarımın keşfiyyat bölməsinə çıxmasına köməklik etmişəm. Yəni bu izlənmələr gerçək izlənmələrdir, bot deyil. İndi biz hansı ayarları etməliyik ki, bu hilədən istifadə edə bilərək sizə onu göstərirəm. Hesabımızda 3 xətt var, ora daxil oluruq. Oradan ayarlar və gizliyə gəlirik və hesab gizliliyi yazılan yer var. Hesabımızı mütləq şəkildə buradan hər kəsə açıq edirik. Sonra biz hər hansı bir paylaşımımıza gəlirik. 3 nöqtədən bağlantının, yəni paylaşımımızın linkini kopyalayırıq. Kopyaladıqdan sonra biz Google-a daxil oluruq və axtarış yerinə takipçi.com bu hərfi ilə bu saytı yazırsınız. Diqqətli bir şəkildə yazın. Yaşıl loqolu saytdır və bu sayta daxil oluruq. Ekranda görürsünüz. Oradan ən aşağı gəlirik. Burada pulsuz xidmətlər var. Bizə lazım olan TikTok pulsuz baxış xidmətidir. Onu seçirik. Aslan yerə paylaşım linkimizi kopyalayırıq və miqdarı seçirik. Günlük 1000 ədəd pulsuz şəkildə göndərə bilirsiniz. 24 saatdan sonra yenidən yenə 1000 ədəd göndərə bilərsiniz. Və burada miqdarı seçdikdən sonra Azərbaycanlı izlənmək istəyirsinizsə Azərbaycan, xarici izlənmək istəyirsinizsə xarici izlənməni seçib göndər düyməsinə kliklədikdən sonra 1 saat ərzində izlənmələr hissə-hissə mərhələli şəkildə sizin paylaşımınıza yüklənir.